أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على رسول الله الأمين سيدنا ونبينا محمد بن عبد الله. ثم صل على علي أمير المؤمنين وعلى فاطمة سيدة نساء العالمين وعلى ولديه وصبطيه الحسن والحسين سيدي شباب أهل الجنة، وعلى الأئمة من ولد الحسين علي بن الحسين ومحمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى ومحمد بن علي وعلي بن محمد والحسن بن علي والخلف الحجة القائم المنتظر المهدي. حججك على عبادك وأمنائك على بلادك يا ربي، صل عليهم صلاة تامة زاكية نامية ما دامت السماوات والأرضون. عباد الله، أوصيكم ونفسي بتقوى الله. Muhterem müminler, muhterem mümineler, evvel özümü ve sonra siz əzizləri ilahi təqvaya dəvət edirəm. Allah bizləri imanlı, təqvalı insanlardan qərar versin. Son anımıza qədər ağlımızı və sağlamlığımızı əlimizdən almasın inşallah. Son nəfəsimizə qədər sağlam ağıl və təfəkkürlə və sağlam bədən üzvləri ilə ona ibadət, itaət eləməyi bizlərə nəsib eləsin inşallah. Allah dünya və axirət bizləri Muhammed və Ali Muhammeddən ayrı salmasın. Dünyada ziyarətlərin, axirətdə şəfaətlərin bizlərə nəsib eləsin. Allah İmam Zaman Ağanın zuhur edəcəyi cüməni yaşamağı bizlərə nəsib eləsin. Bizləri onun zuhuruna hazır olanlardan və qəlbini sevindirənlərdən qərar versin inşallah. Hamımızın aqibətin, axirətin xeyirli və izzətli qərar versin. Bir neçə qardaş zəng eləyiblər, övladı xəstə olan var, anası xəstə olan var, yaxını xəstə olan var, qardaşı xəstə olan var. Bütün xəstələri niyyət eləyək. Allah bütün xəstələrə Peyğəmbər və Ali Peyğəmbərin hörmətinə tezliklə şifa inayət eləsin inşallah. Bizləri, cəmiyyətimizi əlacı olmayan xəstəliklərlə imtihan eləməsin inşallah. Bu dualarımızın da qəbulundan ötürü Muhammed və Ali Muhammedi ucalı bir salavatla yad edək. Əziz qardaşlar, silsilə şəklində Allahın nifrət etdiyi insanlar, Allahın bəyənmədiyi insanlar barədə söhbət edirdik. Növbəti bir neçə qrup insanlar ki var, bir neçə qrupa daxil olan insanlar ki var, hədis-i şərif bizə deyir, Allah onlara nifrət eləyir, Allah onları bəyənmir, sevmir. O insanlara da bir neçə nümunəli bu hədisin vasitəsilə sizə çatdırmaq istəyirəm. Hədis Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmdəndir. Peyğəmbər deyir, Ərbaatun yubğiduhumullah Teala. 4 qrup insan var ki, 4 nəfər var ki, Allah onlara nifrət edir. Bugünə qədər bu formada bir neçə rivayət demişəm sizə. Birincisi kimdir? Deyir, Əl-Bəyya'ul Hallaf. Birincisi, and içən satıcı. And içən satıcı. Satıcıların da ən çox istifadə etdikləri nədir? And. Allah nifrət edir. And içən kimə? Satıcıya. And içən satıcını Allah bəyənmir, onlara nifrət edir. Çünki niyə? Mən dünən, əgər siz məclisdə var edirsə, bizim xanım Fatimə Zəhra salamullahi aleyhanın mövludu ilə bağlı məclisdə bir ifadə işlətdim. Dedim, Allahın bütün sifətlərini cəm eləyən bir ad var. Hansı addır? Allah kəlməsi, belə deyir. Biz o Allah kəlməsinin dəyərini, qiymətini bilməliyik. Ki Allah deyəndə Allah öz bütün qüdrəti ilə, əzəməti ilə bu kəlmədə nə deyir? Təcəllə eləyir. Sən gələsən, onun dəyərini bilməyib, onu layiq olan, olmayan yerdə istifadə eləyəsən, Allah bunu istəmir. Ona görə də baxın, xüsusən də
Bu rivayətdə birinci Allahın nifrət etdiyi insanlar deyir nədir? And içən satıcılar. Mən dəfələrlə bu sözü deyəndə deyirəm. Bəzən biz o boyda əzəmətli Allahın adını bir dəstə göyərtiyə görə çəkirik. Bir dəstə göyərtiyə görə. Allah birinci bu qrup insanlara nifrət edir. Niyə? Çünki, baxın, səbəbi də gələ bilək də. Çünki andla bunlar insanları aldatmağa çalışırlar. Bu bir. İkinci, əzəmətli Allahın adını öz oyunlarına oyuncaq eləyirlər, vasitə eləyirlər. Üçüncü, Allaha and içmənin nə qədər böyük məsuliyyətli bir iş olmasına nədir? Yüngül davranırlar. Andı, cəmiyyətdə andın hörmətini salırlar aşağı. Çünki sən alıcı alırsan, sənə and içir ki, bu belədir, gelirsən evdə görsən belə deyil. Deyirsən, onda heç bir and içənə nədir? İnanmırsan. Bizdə bir uşaq vardı, bu bizim öz başımıza gələn işlərdəndir. Bir qardaş vardı, deyir, uşaq həmişə mənə bir söz deyəndə, deyir ki, mən sənə filan şeyi mənim üçün alasan, deyirəm, inşallah eləyərəm. O qədər deyir, inşallah eləyərəm demişəm, eləməmişəm. İndi hansı işə inşallah eləyərəm deyir, uşaq deyir ki, daha eləməyəcək bunu. Yəni bu inşallah sözünü dəyərdən salıb da bu valideyn öz uşağı üçün inşallah sözünün dəyərini nə eləyib? Aşağı salır. O qədər deyib inşallah eləyərəm, eləməyib, deyir ki, haçan inşallah dedi, daha ümidini kəsir o işdən. Bu günləri də bax, bu günləri biz and əzəmətli şeylər üçündür. And adi bir şeylər üçün deyil. Biz Allahın adını bazara gətirməməliyik. Ona görə baxın, Allah o şəxslərə nifrət edir bu səbəblərə görə. İkinci kimdir? Deyir, vəl-fəqirul muxtal, hiləgər kasıb. Hiləgər kasıb görmürsünüz nədir? Kasıbdır və kasıbın da hiləgəri çox pisdir. Gündə bir iddia ilə gəlir. Bir gün böyrəyi xəstədir. Bir gün yetimdir. Bir gün yolda qalıb, məsələn, pul cüzdanını itirib. Belələri görmürsünüz də. Bu məsciddə bir-iki dəfə vardı, gəlirdi, həmişə də yazıq elə bilirdi, yolunu itirirdi. O deyir, yalancının yaddaşı olmaz. Bir dəfə gəldi, dedi ki, oğlumun yanına gəlmişdim Astaraya. Bəs pulumu itirmişəm, indi qayıtmaq üçün mənə yol pulu lazımdır. Qardaşlar köməkləşdilər, Allah hamımızdan razı olsun. Hamısından razı olsun, verdilər buna, bu çıxdı getdi. Üstündən bir neçə il keçib, bəlkə də indi az çox yenə də gəlib. Yenə haman şəxs. Mən onu yaddan saxlamışam, o məni yaddan çıxardıb. Yenə eyni iddia ilə. Dedim, sən bu oğlun əskərliyi bir, nədir? Hələ demirəm, sən yalan danışdın. Deyirəm, zabitdir, deyir, yox. Əskərdir, hə. Deyirəm, bu əskərliyi nə qədər? Deyir, 1 il 6 ay. 2 il bundan qabaq, bu iddia ilə gəlmişdim bura bir dəfə. Özü də yaddan çıxardıb. Və dəfələrlə, bax, burada qardaşlar hamısı şahiddirlər, elə insanlar var ki, kasıbın hiləgəri pisdir. Və bəzən də mən deyirəm, bəzən bizə o qədər mənə yazırlar və sizə müraciət edirlər, vay filan kəsin xəstəsi var, filan kəsin nə bilim nəyi var, bunlar hamısı öz yerində. İndi Allah xəstələrə şifa versin. Bizim də borcumuz imkan çərçivəsində köməklik eləməkdir. Amma bəzən o qədər fırıldaq, hiləgər, yalancılar meydana gəlir ki, sən doğru xəstələrə də nədir yardım eləməyə əlin gəlmir. Deyirsən, bu da səni aldadacaq. Mən istəmirəm bu qissələrlə sizin vaxtınızı aparım. Amma bu bizim belə cavanlar bir dəfə yığışdılar ki, bir nəfər var, Lənkəranın yaxın kəndlərindən yetimdardır, yetim ailədir, uşaqları var, heç kimi yoxdur, nə bilim, vaqonda yaşayır. Diqqət edirsiniz? Bəli, cəmaat səfərbər oldu bunun vaqonunu götürməyə, filan eləməyə, möminlər düşdülər, 3-4 ilin söhbətini edirəm, çox uzaq deyir. Bunun üçün ev düzəltdilər, ev tikdilər, filan elədilər. Qısa eləyirəm bu hadisəni. Bu özü bir faciədir və çox belə qəribə bir hadisədir. Günlərin birində bu işi icra eləyənə bir zəng gəlir. Salamünaleyküm, aleykümselam. Sən filan kəssən, deyir, bəli. Sən bizim ailəyə köməklik edirsən filan. Sən kimsən? Deyir ki, mən haman yetim saxlayan arvadın əriyəm. Bunun əri ölməyib. Deyir, yox, əri ölməyib.
Mən siz həmişə bizə gələndə, yardım gətirəndə mən kravatın altında uzanırdım orada. Bəs bugün bunu nə üçün deyirsən? Arvadla dalaşmışam, ayrılmışam. Onun hiləgərliyini sənə deyirəm. Ən böyük hiləgər sənsən də. Diqqət edirsiniz buna. Nağıl deyir ha. Mən sizə deyirəm 2-3 il bundan qabaq bizim burada cavanlarımızın başına gəldi. Və burada uşaqların. Deyir, mən kravatın altındaydım, görürdüm, gəlirdiniz. İnsan nə ki hiləgərdir, özü də şərəfsizdir. Cəmaat gəlir onun yoldaşına, ailəsinə yardım edir, o kravatın altında gizlənib orada. Yoldaşı, ailəsi başqa kişilərlə danışır, pul alır, falan eləyir, bəsməkan eləyir. O da uzanıb kravatın altında. Elə kül sənin kimi kişilərin başına ki, bu günləri bax. Ona görə Allah nifrət edir belə hiləgər kimlərə? Kasıblara. O qədər yalandan bəziyib, düzüyüb sözlər deyirlər, analogu olmayan şeylər meydana çıxardırlar ki, insan bilmir doğru hansıdır, yalan hansıdır. Ona görə mən həmişə o qardaşlara deyirəm, falan kəs xəstədir, falan kəs xəstədir. Deyirəm, yaxşı, gedin, araşdırın. Vallahi bugün xəstəliyi adı ilə cəmaat nədir? Cəmaatın elə qapılarında gəzirlər. Bəzən görsəniz, xəstə də deyil. Ona görə Allah nifrət edir hiləgər kimə? Hiləgər kasıba. Üçüncü, Allahın nifrət elədiyi, və bunun da nə üçün nifrət edir? Çünki bunlar cəmaatın, hiləgər kasıba Allah nə üçün nifrət edir? Çünki cəmaatın sadəliyindən, cəmaatın mərhəmətindən sui-istifadə edirlər bunlar. Cəmaatın mərhəməti var da, xəstə deyəndə, xüsusən uşaq xəstədir. Bir narkoman var idi, yenə də söz, o qədər çoxdur ki, adam bilmir hansını desin. Həmişə zəng eləyərdi ki, bəs uşağım üçün süd alıram, 20 manat mənə pul lazımdır. Bir-iki dəfə mənə zəng eləmişdi. Axırda bir nəfər təsadüfən bir söhbətə, bir məsələyə şahid oldum ki, deyir ki, bu mənə də zəng edir. Sonra soruşdum, 10 nəfərə 5, 10-15 nəfərə belə zəng edir. Sonra gördük ki, bu narkotikaya qurşanıb. Nə uşaq? Heç uşaq onun eyninə də deyir. Bu 20 manatı gedir, nə edir? Özü üçün zəhrimar alır, burnundan gətirir. Və bu cür hiləgərlər nədir? Xeyrin qarşısını alırlar. Üçüncü kimdir? Peyğəmbər sallallahu aleyhi və səlləm deyir, Əş-şeyxuz zani, yaşlı zinakar kişi və yaxud qadın. İndi adətən rivayətə kişi gəlib də. Yaşlı zinakar. Qoca zina eləyən kişilərə Allah nifrət edir. Əziz qardaşlar, zina böyük günahdır. Cavanda da günahdır, qocada da günahdır. Lakin xüsusi şəkildə nə üçün qoca? Çünki qoca bir müddətdən sonra onun ehtiras hissləri, cinsi istəyi nədir? Zəifləyir. Ağıl cəhətdən də yetişir və müdrikləşir. Bu insan cəmiyyətə tərbiyəvi bir nümunə olmaq əvəzinə gedib nə edir? Zina edir. Ona görə nədir? Allah zinakar qoca kişiyə nifrət edir. Onu sevmir. Lakin burada bir cümləni də mötərizə arasında mən deyirəm. Bugün gəlin biz gənclər, biz övladlar öz valideynlərimizə qarşı biraz diqqətli olaq. Qınamaq asaddır, amma onların yaşadığını ancaq onlar bilirlər. Çünki gənc qocanın halından nədir? Yaşlının halından anlamaz. Bu günləri mən keçən xütbəmdə də dedim, bəzən biz öz hərəkət və davranışlarımızla zina eləməyə, bir nəfərin zina eləməyinə səbəb oluruq. Niyə? Məsələn, bir nəfərin yoldaşı dünyadan köçüb gedir. Bir kişinin, məsələn, 60 yaşlı, 70 yaşlı yoldaşı dünyadan köçüb gedir. Bu insana, onun övladları ailə qurmağa icazə vermirlər. Görmürsünüz bu qədər? Birdən, çox deyir, en qədər, yəni çox da azdır bunun üçün da, bu söz. Və nə qədər mən valideyn görmüşəm, göz yaşı ilə deyir, hacı, mən övladıma verdiyim hər şeyi ona halal edirəm. Amma mənə elədiyi bu zülmü Allah qiyamət günündə keçməyəcəyəm ona. 15 ildir mənim deyir, yoldaşım dünyadan köçüb gedir, məni evlənməyə qoymur. Mən bu yaşda deyir, küçələrə düşüm. Ədəbsizlik eləyəm. Bəzən biz deyirik, qoca zinakar. Qoca zinakarı elə cavan nədir? Namərd övlad dünyaya meydana gətirir. Ona görə, əziz qardaşlar, əziz övladlar, əziz ağsaqqallar, bu məsələdə biz ayıq-sayıq olmalıyıq. Bu insanın həyat yoldaşı dünyadan köçüb gedibsə, bu kişi
belə ömür boyu tək yaşamamalıdır ki. Biz şərait yaratmalıyıq ki, bunun ailə qurmasına. Sən gedirsən, gəncsən, cavansan, öz dostlarınla vaxtını keçirirsən, ailən var. Amma bu qoca kişi tək oturub evində. Peyğəmbər deyir nədir? Öz qocalarınıza hörmətlə yanaşın, onlara rəhm eləyin. Elə deyirik, Allah zinakar qocaya nifrət edir. Bəli, belə öz hər şey normal olan şəraitdə gedib zina eləyən kişiyə nifrət edir. Amma bəzən övladlar ataların zina eləməsinə nə olurlar? Səbəb olurlar. Bu cür məsələlər də cəmiyyətdə çoxdur. Mən yenə də deyirəm, bəlkə də 1, 2, 3 atanı görmüşəm, ahzarla, nalə çəkə-çəkə övladına qarğış eləyir ki, mən qiyamətdə öz haqqımı ona keçməyəcəyəm. O mənə yaşatdığını yaşamamış ölməyəcək, mənəm özümə deyib. Çünki mənim yaşım bu vaxtında mən küçələrə düşəsi deyiləm. Mənə Allah həyat verib, ömür verib, 60 yaşında mənim yoldaşım dünyadan köçüb gedibsə, bəlkə mənə Allah 80 il ömür verər, 90 il ömür verər. Mən 40 ili ailəsiz yaşamalıyam. Bu zülmü, əzizlər, öz valideynlərimizə eləməyək. Ən salih övlad o övladdır ki, ana dünyadan köçüb gedəndən sonra valideynini düşünür ki, mən onun üçün, qardaş, buna ailə lazımdır, mən ona övlad ola bilərəm. Bəzən öz övladına da insan hər şeyi deyə bilmir. Və bundan da sözü çəkir deyirəm. Bu günləri Allah bütün cavanları hifz eləsin. Bəzən cavan yaşda ölüm cavana qocaya baxmır ki. Bir cavan gəlinin əri dünyadan köçüb gedir. Qutardı. Sən ölməlisən. Sən ailə qura bilməzsən. Qardaş, din bunun əleyhinədir. Bu qadının da haqqı var ki, öz ailə həyatı qursun, yaşasın. Biz nə üçün buna belə dar çərçivədən yanaşırıq? Bizim o qeyrət damarımız ancaq şəriətin qayda qanunlarına qarşı niyə belə qalxırıq? O qədər, məsələn, əxlaqsız hərəkətlər var, onlara susuruq. Eybi olur da, cəmiyyət indi belədir. Amma bir qardaşı rəhmətə gedir, qardaşı, yoldaşı ömürlük həbs həyatı yaşamalıdır, ömürlük məhkum olmalıdır, evə, ailə qurmamalıdır. Belə bu zülümdür mənim qardaşlarım. Bunun boyunda zülüm yoxdur. Bunu icra eləyən heç vaxt Allaha cavab verə bilməz. Hər bir şəxsin ailə qurmaq nədir? Əgər haqqı var, birinin yoldaşı rəhmətə gedib, ikinci ailəni gətirməyə haqqı var, birinin əri dünyadan köçüb gedib, insanlar, cəmiyyət onlar üçün nədir? Şərait yaratmalıdırlar. Yəni, sənin 2 dənə uşağın var, uşağa bax, belə də öl. Onun çəkdiyi əzabı sən çəkmirsən axı. Rahatdır sənin üçün bu sözü ona demək. Amma bu cür şəraiti yaradanlar hamısı qiyamət günündə Allaha cavab verəcəklər. Bu cür insan namaz da qılsa, oruc da tutsa, xums da versə, həccə də getsə, zəkat da versə, bu işi icra edənlər Allaha cavab verəcəklər. Bəzən bilirsiniz bunların kökündə nə dayanır? Mənim atam birdən evlənəcək, yeni bir uşaq dünyaya gələcək, o da mənə bu mirasda şərik olacaq. Bu cür deyən, kimə qalıb bu dünya kişi? Kimə qalıb? Kim buradan nə aparıb? Nə bilirsən ki, sən atandan qabaq getməyəcəksən? O qədər övladlar var ki, öz valideynlərinin çiynində gediblər. Allah heç valideynə bunu yaşatmasın. Amma bu dünyanı görə-görə gəlirik də biz. Belə deyil, qardaşlar. Sağlamlıqla deyil ki, çıxırsan bir hadisə baş verir, bir daş düşürsən başı, orada da yıxılırsan. Sürüşürsən, bir avtoqaza baş verir, gedirsən. Gəlin boynumuzda kimlərinsə haqqı olaraq getməyək. Haqq ancaq pul deyil. Qadının, cavan gəlinin ailəsi dünyadan köçüb gedibsə, onun evlənmə haqqı var. Ona heç kimin qadağan eləmək nədir? Haqqı yoxdur. Bu, sənin, mənim bacım, mənim gəlinim, sənin gəlinin fərq eləmir. Biz buna şərait yaratmalıyıq ki, bu insan evlənsin. Evlənmə ar deyil ki. Gedib başqa yerdə gizlin, cürbəcür hoqqadan çıxmaqdansa ki, sən ona şərait yaradırsan, normal ailə qurmağa şərait yaratsan, gedib pis işlərlə məşğul olmaz. Qardaşlar, Peyğəmbər sallallahu aleyhi və səlləmin həyatını oxuyuruq biz. Bəzən nə üçün Peyğəmbərin çox yoldaşları olur? Bəzi tarixçilər deyir, Peyğəmbər vəfat edəndə o Peyğəmbərə məxsus hökmüdür də. 13 dənə həyat yoldaşı vardı. Nə üçün də? Peyğəmbər bu şeylərdə bizə örnəkdir də. Peyğəmbər, nəuzubillah, bu günləri bəzi namərd, belə insanlar ki, deyirlər, Peyğəmbər arvadbaz olub, onların dili olsun, Allah onlara lənət eləsin. Peyğəmbər barədə belə deyirlər.
Peyğəmbər bəzən ictimai əlaqələri gücləndirmək üçün, bəzən cəmiyyətə, bizə nədir? Bu şeyləri başa düşmək üçün. Baxın, Peyğəmbər barədə nə deyirdilər? Biz buna diqqətlə qulaq asın. Söz çəkib mən bunu deyirəm sizə. Bunu yadınızda saxlayın. Quran-ı Kərimdə ən çox eşitdiyimiz ayələrdən biri nədir? Ma kana Muhammedun sallallahu aleyhi və aleyhi və səlləm Əba əhədin min ricalikum və lakin Rasulallah və xatəmən nəbiyyin. Belə deyir, bunu hamımız deyirik, ya demirik. Bu ayə Peyğəmbərə nə üçün nazil olur, bilirsiniz? Qoy deyim sizə, yadınızda saxlayın. Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm Zeyd adlı bir oğlanı oğulluğa götürmüşdü. Çünki o Peyğəmbərin Peyğəmbərliğini qəbul eləmişdi, küfrə yox demişdi. Vaxtı ilə atası onu oğulluqdan çıxardır. Zeydi oğulluqdan nə eləyir? Çıxardır. Cəmaatın qarşısında gəlir, sən ki Muhammədi seçmisən, bugündən etibarən mənim sənin kimi oğlum yoxdur. Rasulullah sallallahu aleyhi və aleyhi və səlləm görür ki, Zeyd narahat olur atanın bu davranışına, başını salır aşağı, gəlir onun əlini tutur. Bu günləri sənin atan səni oğulluqdan çıxardığı kimi mən burada elan edirəm ki, Zeyd bugündən Sabitin oğlu yox, kimin oğludur? Muhammedin oğludur. Sən mənim oğlumsan. Onu öz oğulluğuna götürür. Peyğəmbərin yanında olur. Ailə qurur, evlənir. Zeynəb adında bir xanımla. Tamam, bu oğulluq evlənir kimlə? Zeynəb adında bir xanımla. Zeydlə Zeynəb arasında münaqişə, ixtilaf yaranır. Zeyd Zeynəbi nə eləyir? Boşuyur. Boşuyandan sonra Peyğəmbər ondan evlənir. Qulaq asın bu sözə. Bu ayədir, Quran ayəsidir. Çıxırlar. Peyğəmbər öz gəlinini gətirdi. Peyğəmbər öz gəlini ilə evləndi. Oğulluğunun yoldaşına Peyğəmbər evlənir. Yəni şərii cəhətdən bu onun oğlu deyil. Bu dul qalmış bir xanım idi. Allah qanunu ilə nədir? Bu Peyğəmbərə halal idi. Peyğəmbər haram bir iş görməyib ki. Lakin ürf cəmiyyət bunu nə eləmədi? Başa düşmədi. Düşdülər Peyğəmbərin əleyhinə təbliğat aparmağa ki, Peyğəmbər öz gəlini ilə evləndi. Allah bu oxuduğum ayəni nazil elədi. Ma kana Muhammedun əba əhədin min ricalikum. Peyğəmbər sizin kişilərinizdən heç birinin atası deyil. Nəsəbi cəhətdən atası deyil. Sən birinə deyirsən, sən mənim oğlumsan, sənin oğlun olur o. Və lakin Rasulallah və xatəmən nəbiyyin. O, Allahın Rəsulü və Peyğəmbərlərin nə idi? Sonuncusu. Baxın, bu şeydəki ürf indi və bizdə də belə şey baş versə, cəmiyyət deyəcək ki, bu yaxşı şey deyil. Amma bu məsələdə Allah Peyğəmbəri nə elədi? Müdafiə elədi. O şəxslər ki, deyirlər Peyğəmbər öz gəlini ilə evlənib, Allah onun müdafiəsinə qalxdı. Yəni, bəzən ürf şəriətin tam nəyinədir? Əksinədir. Mən bir dəfə, yəni bunu da deyirəm sizə, bəzən bu ailələr ki, dağılır, səbəblərindən də biri nədir? Qadın gəlir, iddia edir ki, mənim yoldaşım mənə xəyanət elədi. Mən bir müddətdən sonra gördüm ki, bunun başqa bir münasibəti var, başqa bir arvadı var, kəbini var. Biri ilə mən indi bu söhbət edirəm ki, sən yəni, ailəni dağıtmamalısan da bu şey üstünə. Ev yoxdur, indi olub. İndi lap belə qadına görə deyək ki, bu nədir? Bu bizim ürfümüzə görə səhvdir, filandır. Gördüm, deyir ki, yox. O ki, mənə xəyanət edib, 3 dənə də uşağı var. Ailə dağılmalıdır, getməlidir. Çox dedim, özü də çarşablı, hicablı, imanlı, nə bilim, neçə dəfə ayaqla Kərbəlaya, Ərbəyinə gedən insan. Bir dəfəli elə bir Allah mənim yadıma bu məsələni saldı ki, dedim ki, sənə bir sual verə bilərəm. Dedim ki, sən İmam Hüseyni elə bilirəm ki, çox istəyirsən. Dedi, bəli, İmam Hüseyni çox istəyir. Nə qədər Kərbəlaya getmişəm. Dedim, sənin ən çox sevdiyin İmam Hüseynin də 2-3 dənə arvadı olub. Və Kərbəlada Aşura günü şəhid olanda da bir neçə arvadı yanında olub. Əli Əkbərin anası başqadır. Əli Əsğərin anası başqadır. İmam Zeynul Abidin Aleyhissalatu vesselamın anası başqadır. Qaldı mənə belə dondu, üzümə baxır, deyir ki, İmam Hüseyni də bizim gözümüzdən salarsan sənin deyə. Fikir versən. Deyir, İmam Hüseyni də bizim gözümüzdən salarsan. Mən demək istəyirəm ki, yəni biz elə iman zahirdə olan iman deyil. Biz bəzən şəri məsələlərə nə eləməliyik? Diqqət eləməliyik. Bəli,
qadın tərəfindən bu məsələlər xəyanət adlanır. Mən demirəm, bizim ürfdə, mən demirəm, insan geçsin ailəsindən, evlənsin, ailə qursun, 2 dənə, 3 dənə. Bizdə bu ürfdə indi nədir? Heç bir ailəyə yaxşı baxmaq olmur. Qaldı ki, nədir, sən gedəsən 2 dənə, 3 dənə ailə gətirəsən, hamısını yarımçıq, özün də bədbəxt vəziyyətdə yaşayasın. Biz buna dəvət eləmirik. Sadəcə olaraq bunu bayraq eləyib xəyanət adı ilə en qədər qadınlar öz ailələrini nə eləyirlər? Dağıdırlar. Bu günləri bu məsələlərə diqqət eləmək lazımdır, qardaşlar. Bu məsələlərə diqqət eləmək lazımdır. Biz öz dinimizi bilməliyik. Allahın nifrət etdiyi, bu sözü gəldi buraya ki, gəldik. Kim idi üçüncü? Zinakar, qoca. Çalışaq nədir? İnşallah Allah bizim ağsaqqallarımızı qorusun. Onlar müdrik insanlardılar. Amma biz cavanlar gəlin zinakar, qoca kişilər yetişdirməyək. Yenə də deyirəm, altından xət çəkə-çəkə deyirəm. Atalarımıza yazıqlığımız gəlsin. Vaxt gələr, biz də baba olanda, övladımız bizə biganə davrananda, onda biz elədiyimiz səhvi başa düşərik. İndi hələ onu anlamayacaq biz. Onda da daldan atılan daş, Kərbəla Hacı demişkən topuğa deyir, belə deyir. Bir nəfər var idi, üzr istəyirəm sizdən. Bu günlər bu qissələr çox oldu, mən çox-çox üzr istəyirəm sizdən. Bir nəfər var idi, oğlu onunla gedirdi, oğlu müdrik, savadlı insan idi. Qoca kişi də gedirdi, oğluna vəsiyyət edir, yeriyə. Ona deyir ki, mənim balam, mən dünyadan köçüb getdim, mənim üçün ehsan verəsən, sədəqə verəsən, yetimə kömək eləyəsən. Mənim filan qədər qəzan var, onları qılasan. Filan qədər orucum var, onu eləyəsən. Filan vəsiyyət eləyir buna. Oğul görür ki, elə bu sağsan da sən, bunları mənə niyə deyirsən? Özün də bunları eləyə bilərsən, elə daha istəmir hörmətsizlik eləsin bu kişiyə. Biraz qalır kənara, gecə qaranlıqda əlində bir fənər olur. Bir 2 metrə uzaqlaşır, kişi yeriyə başlayır bu fənəri arxadan buna eləməyə, belə tərpədə işıq verməyə. Deyir, mənim balam, kör oldum, gəl qabaqdan bu işığı tut da. Sən arxadan bu işığı niyə mənim gözlərimi kör edirsən? Deyir, dədə, bax, mənim sənin üçün göndərdiyim namaz, sədəqə, ehsan, onun işığı bunun kimi olacaq, səni kör eləyəcək. Səni kör eləyəcək. Nə qədər sağsan, işığı öz əlində tut. Ona elə əziz qardaşlar, bu günləri biz sağ isə bunu düşünməliyik. Sabah mən peşman olaram, vay dədəmə zülm eləmişəm, dəysin mənim başıma. Elədiyimi eləmişəm, dədə də gedib. Peyğəmbər zamanla salavat deyən inşallah. Dördüncü və sonuncu bu rivayətdə deyir, Əl-İmamul Cair, zülümkar hakim, zülümkar rəhbər. Allah ona nifrət edir. Çünki insan, bir nəfər sıravi vətəndaş bir nəfərə zülm eləyəndə, onun zülmü bir nəfərə şamil olur. Amma bir nəfər rəhbər vəzifədə işləyən bir insan zülm eləsə, zalim olsa, onun zülmü bir ümməti, bir cəmiyyəti, işlədiyi müəssisədə onun altında olan insanları əhatə edir. Ona görə də dördüncü, Allahın nifrət etdiyi hansı insandır? O vəzifəli insandır ki, öz vəzifəsindən suyu istifadə eləyib, nə eləyər? Cəmiyyətə, cəmaata zülm eləyər. Allah bu cür vəzifəli şəxsə nifrət edir, onu sevmir. Çünki əzizlər, baxın, biz bayaq birinci xütbədə ağıldan danışdıq və dedik ki, şəriət qadağan edir. Hər bir şey ki, ağlı aradan aparır, onu bizə nə edir? Qadağan edir. İçki niyə haramdır? Çünki ağlı aradan aparır. Narkotik vasitələr sağlamlığı aradan aparır və həm də ağlı sənin başından alır. Ağlı başdan alan təbii vasitələrdən biri də ki, biz bəzən onun fərqinə varmırıq. Həzrəti Əli bizə onu rivayətdə qeyd edir. 5 şey deyir, onlardan biri də nədir? Bir insanın ağlını başından alan vasitələrdən biri də vəzifədir. Çünki insan ağlı başından gedir, bilmir nə edir. Bəzi insanları siz görmüşsünüz də, vəzifədən qabaq, belə hörmət, salam, kəlam. Vəzifəyə gələndən sonra bir də görsən nədir? Səni saymır. Yəni, bir neçə nəfər vardı burada, namaza gələnlər var idi. Zaman nədir? Bəzən nədir? Namazı tərk edirlər belə insanlar. Çünki nədir? Vəzifədə bir sərxoşluq var ki, o sərxoşluq bəlkə də heç o içki, o araqda da yoxdur. Ona görə əziz qardaşlar, Allah nifrət edir. Dördüncü o şəxslərə ki, onlar
vəzifələrindən sui-istifadə edib, öhdəsində olan insanlara nə eləyərlər? Zülm eləyərlər. Çünki onların zülmü fərdə yox, bütün ümmətə və cəmiyyətə şamil olur. Allah bizi bu 4 qrup insanlardan qərar verməsin inşallah. Allah subhanahu və taala aqibətimizi, axirətimizi xeyirli qərar versin inşallah. Bir daha dua eləyək. Allah xəstələrimizə şifa inayət eləsin. Xəstəliklərlə bizləri imtihan eləməsin inşallah. Xüsusən, bəzən bu duanı deyirəm, diqqətsiz deyirəm bəzən də. İnsan xəstələnməlidir də. Xəstələnməyən insan deyir. Duanı düzəldib deyirəm. Allah bizi əlacı olmayan xəstəliklərlə imtihan eləməsin inşallah. Amma bəzi yüngül xəstəliklər nədir? Kəffarədir. Olmalıdır. Amma əlacı olmayan xəstəliklərlə Allah bizi imtihan eləməsin inşallah. Hamımızın aqibətini, axirətini xeyirli və izzətli qərar versin. Ən gözəl kəlam Allah kəlamıdır ki, Qur'an-ı Kərimdə deyir. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad, Allahus samad, lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad. Amenna billah, sadakallahul aliyyul azim. Vesselamu aleykum cemi'an ve rahmetullahi ve berekatuhu.